Vallahi size danışacağım şeyin şahsen özüm şahidiyim. Minbab-ı sitir, örtü babından onun adını çekmem sadece olarak. Bu hadiseni biz özümüz yaşamışıq. Aramızda söhbət tabii ki hardasa 25 il söhbətidir. Benim hidayetimin ilk günleri. Bizim bir namazgahımız var idi. 8. kilometrede. Xeyir Şəri binasını bize vermişler məhnədə. Orada bildiğimizden əlifba keçirdik, tecvid keçirdik. Aramızda bizim imanda çok iftə edeceğimiz bir kəs var idi. Ve vallahi ona baxanda deyirdik ki cennet beləsinə vacibdir. Hatta ondan həya ve heybət edirdik. Düşünürdük ki görəsən bundan daha imanlı, daha əxlaqlı olmaq mümkündürmü? Sonra mən Mədinəyə qəbul oldum bir neçə illərdən sonra və tələbələrimin ilk günlərində həmin gəncin ölüm xəbəri mənə çatdı. Və vallahi rafa'as-sama'a bighayri amadin, səmanı direksiz qaldıran Allah'a and olsun ki xəbər çatdıranlar dedi ki o öldürüldü və həlak olan günü namazı tərk etmişdi və içkiliydi. Özümə söz verdim ki Mədinədən tətilə qaydanda mütləq bunu araşdıracağım. وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ, Sənin Rabbin qullarına qarşı hiçbir zaman zülm etməmişdir. Mütləq burada bir sərira var. Və doğrudan da elə çıxdı. Allahu akbar və lillahil hamd. Atasını döyürdü evə qaydanda. Həmin bu mutəsabiqun bil xeyrati biiznillah. Xeyirdə yarışan bu qəhrəman evdə atasını döyürdü. Hidayət olmayıb olmayıb. Ayaqlarını yuh, başqa şeylərdə ehsanda bulun. Hidayət sənin əlində deyil. İnneke la tehdi men ahbabt. Allah Nebisine bu ayet nazil olanda fi Abi Talib dedi ki Allah Subhanahu Teala sen sevdiğin keslere hidayet veren değilsen. İnneke la tehdi men ahbabt. Hidayet, tevfik, kalbine koyulan iman bizim elimizdedir. İnsan valideyni de öldü evde. Həmin hadisəni mübaşir eden benimle görüştü tətildə. Dedi ki həmin gün o namazı tərk eləmişdi. Ve ağzı içkiliydi. Ben gittim onu taptım. Doğrudan da içkili taptım. Dedim gel namaz qılaq. Dedi bu halda qıla bilmərəm. Və ayan oldu ki həmin günün namazlarının hamısını qəz etmişdi. Yəni qılmamışdı heç birini. Və məğrib girmişdi, vaxtı da ötürdü. Dedim gel qılaq. Dedi qıla bilmərəm. Evə təzə getmişdi ki ölüm xəbəri çatdı. O da necə oldu? O zavallı atasını döyürdü. Ta ki kişinin obursu oğlu evə gəlir. Hadisə yerinə yetişir. Ağır çəkişi götürüb bunun başına vurub öldürür bunu. Namazsız, ağzı içkili və alə uquq və ən böyük günahın üzərində valideynə qarşı uquq.